Birləşmiş Ştatlar İran yaxınlığında hərbi gücünü artırır. Xarici nəşrlər yazır ki, bombardmançı təyyarələr Diego Garcia aviabazasına yerləşdirilib. Bu baza Vaşinqtonun rəqibindən 3800 kilometr aralıda yerləşir. Peyk görüntüləri yayılan təyyarələrin nüvə silahları ilə yüklənə biləcəyi ehtimal edilir. Bundan əlavə bazaya digər hərbi texnikalar da gətirilib. Ağ Ev Harry Truman təyyarə daşıyan gəmisi ətrafında zərbə qrupunun yerləşdirilməsinin müddətini uzadıb. Daha belə bir su nəqliyyat maşınının yaxın şərqə doğru yola düşdüyü bildirilir. Amerika Birləşmiş Ştatları İranla müharibə etmək istəmir. Sadəcə İranı müharibə ilə hədələyir və bu hədəni də daha çox İsrail üzərindən aldığı fikirlər fonunda eləyir. Bu belə bir müharibə Amerika Birləşmiş Ştatları üçün kifayət qədər xərcli bir müharibədir. Ehtimal bir hərbi müdaxilə və ya da beynəlxalq koalisiyanın İrana müdaxiləsi fonunda bu ölkənin tam qapanacağı və sözün əsl mənasında ölümdülün müharibəsinə gedəcəyini demək olar. Yəni belə bir müharibə 2-ci Əfqanıstan ssenarisində gerçəkləşdirə bilər. Bild nəşrinin məlumatına görə bombalar həftə sonu işə düşə bilər. Pentaqonun İrana qarşı müharibə planının genişləndirildiyi qeyd olunur. Aprelin 12-sində Omanda tərəflərin görüşü baş tutacaq. İddialara əsasən Tehran müvəqqəti nüvə sazişi məsələsini müzakirə etməyi düşünür. Analizlər göstərir ki, İslam ölkəsi eskalasiyadan yayınmaq üçün daha çox vaxt qazanmağa çalışır. Təzyiq mexanizmi kimi İran ətrafında Amerika Birləşmiş Ştatları öz güclərini toparlayır. İran birbaşa olaraq Witkoffla danışıqlar aparacaq. Təklifləri qəbul etdiyi təqdirdə biz böyük də bir eskalasiyanın, müharibənin ola biləcəyini düşünmürük. Amma görsək ki, İran yenə də radikal qüvvələr, Molla hakimiyyəti Amerikanın təkliflərini rədd edir, o zaman İrana nöqtəvi zərbələr endirilə bilər. Görünür, Birləşmiş Ştatların bu addımları İrana təzyiqi artırmaq məqsədi daşıyır. Analitiklərin fikrincə, Vaşinqton danışıqlar zamanı təkliflərin tezliklə qəbul edilməsi niyyətindədir. Həmçinin Ağ Ev tərəflərin görüşündə nəticə əldə olunmasa, hərbi müdaxilənin baş verəcəyi mesajını verir.